İran dövləti Azərbaycan adını, Azərbaycanlıları istər Arazın o tayında olsun, istər bu tayında bir düşmən olaraq görür. Naxçıvanda olan hücumdan sonra bəziləriniz sürpriz olubdur ki, necə olar İran dövləti belə strategik bir xəta edibdir. Ancaq bir çoxunuz ki, mən görürəm sosial mediada, təəccüblənir ki, necə olur bizim dostumuz, qonşumuz olan İran dövləti bizə belə bir hücum edibdir. Sanki İran dövləti Azərbaycanın bir dostudur. İran dövləti biz Güney məsələlərini kənara qoysaq da heç bir zaman nə Azərbaycan dövlətinin, nə də Azərbaycan millətinin dostu olubdur. Arazın bu tayında olan məsələləri hamınız az-çox bilirsiniz. İran dövləti bütün Güney Azərbaycanlıları bastırır, zindana atır, işgəncə edir, öldürür. Bizim ən basit olan dil hallarımız, mədəniyyətimizi, siyasi və ya hər hansı bir sosial kontrolumuzu öz torpaqlarımızın üzərində əlimizə almamıza icazə vermir. Ancaq İran dövləti həmən bunları Azərbaycan dövlətinə də fərqli metodlarda edir. İllər boyu İran dövləti həmişə Azərbaycan dövlətinə qarşı olubdur. Bu istər siyasi olsun, istər iqtisadi. İstər Qarabağ məsələsində olsun və ya ondan daha kiçik məsələlər, misal olaraq səfirliyə hücum və ya Azərbaycan dövlətinə, Azərbaycan mədəniyyətinə aşağı baxış olsun və ya Azərbaycan dövlətinə göndərilən casuslardan danışa bilərik. Biz 10 illərdir deyəndə ki, İran dövləti Azərbaycanın düşmanıdır. Düşünürəm, bəzi soydaşlarımız düşünür ki, hə, yazıq, zavallı cənubda olan dostlarımız orada da qalıblar əsirdə, amma da ona olacaq da. Hətta bəziləriniz deyirsiniz ki, qəbul etsinlər artıq bu İran dövlətini qabarır. Ancaq məsələ bu qədər kiçik deyil. Məsələ çox-çox daha böyükdür. Onlar Azərbaycan adını və Azərbaycançılığı tamamilə ortadan qaldırmağa çalışır. Və bunu başa düşmək də məncə çox asandır. Çünki sən Azərbaycan adını qaldırdığın zaman və sadəcə biz Türk olaraq qaldığımız zaman onda biz hər yerin türkü ola bilərik. Biz İran türkü də ola bilərik, Əraq türkü də ola bilərik, Çin türkü də ola bilərik, İsfahan, Tehran, Şiraz türkü də ola bilərik. Heç fərq eləmir. Ancaq Azərbaycan adı olduğu sürəcə bizim torpaqlarımız var, bizim vətənimiz var, bizim sərhədlərimiz var, bizim dəqiq adres verə biləcəyimiz, torpaqlarımıza sahib çıxa biləcəyimiz yerlərimiz var. Və Azərbaycan adı yayıldıqca, gücləndikcə, Azərbaycanın iqtisadi, sosial, siyasi mövqeyi daha da böyüdükcə, bu düşmənçilik daha da böyüyəcəkdir. Onun üçün təəccüblənməyin, bu təzə bir şey deyil. Biz bunu həmişə bilirdik və demişik. Siz demişik.